Rusiyanın İranı etirazlar fonunda da tək qoymadığı bildirilir. Qərbə qarşı birləşən tərəflər bu dəfə fərqli plan üzərində irəliləyirlər. İddialara görə Rusiya yük təyyarələri Tehrana eniş edib. Bu istiqamətdə İrandan xeyli miqdarda qızıl çıxarıldığı deyilir. Bu barədə Böyük Britaniyanın sabiq təhlükəsizlik məsələləri üzrə kiçik naziri Tom Tugendhat bildirib. Onun sözlərinə görə proses İranın hakimiyyətin mümkün çöküşünə hazırlaşdığını göstərə bilər. Məlumata əsasən təyyarələrin Tehrana enişini Birləşmiş Krallıq müşahidə edib. Bundan başqa, həmin hava gəmilərində silah və sursat daşındığı da iddia olunur. Bundan əvvəl də Rusiya yük təyyarələrinin dəfələrlə İrana yol aldığı iddia edilib. Defense Security Asia yazır ki, İl-76 hava gəmilərinin göndərilməsi İrandakı etirazlarla bağlıdır. Bu, Moskvanın Tehrana fiziki dəstəyinin nəzərə çarpacaq dərəcədə artması deməkdir. Məlumata görə, indiki məqamda Rusiya yük təyyarələrinin İrana enişi adi logistika hadisəsi sayıla bilməz. Sözü gedən hava gəmilərinin Tehran səmasında dəfələrlə görünməsinin beynəlxalq səviyyədə də ciddi diqqət çəkdiyi bildirilir. Çünki bu təyyarələrin qabaqcıl hava hücumundan müdafiə dəstək paketləri, raket alt komponentləri, müşahidə arxitekturasının daşınmasına şərait yaratdığı deyilir. 50 tona qədər yük daşıma qabiliyyətinə malikdir. Ekspertlərin fikrincə, bu müddət ərzində Moskva Tehrana dəstəyini əsirgəməyəcək. Rejiminin Rusiya ilə həm keçmişdə və həm indiki durumda bir sıra stratejik mənfəətləri olduğu üçün Rusiya əlindən gələni qədər yardım edəcək ki, İran dövləti çökməsin. İran Rusiya üçün çox önəmlidir və bir sənə öncə də Rusiyanın müttəfiqi olan Suriyədə Bəşar Əsədin yıxılması Rusiyanı indiki durumda çətin duruma saxladığı üçün İran onun üçün çox mühüm ola bilər və İrana dəstək verməsi ağla sınır. Rusiyanın Venezuelanı itirdiyi üçün İrandan bərk yapışdığı bildirilir. Artıq Latın Amerikasındakı əsas dayaqlarından biri Kremlin əlindən çıxıb. Moskva daha bir tərəfdaşını itirmək niyyətində deyil. Göndərilən yük təyyarələrinin Tehrana ixtişaşlar fonunda dəstək məqsədli olduğu iddia olunur. Analitiklərin fikrincə, Rusiya rejimin çökməməsi üçün İrana belə dəstəklərini davam etdirə bilər. İran rejiminin çok ciddi anlamda zayıflamaya başladı. İçerideki kaosu yönetemedi. Dolayısıyla acil bir kaçış planı, yani bazı rejimin önemli kişilerin kaçış planı için bir strateji olabilir. Rusya'da artık bir noktada ikinci ittifakını, yani Venezuela'yı kaybetti. İran'ı da kaybetmemek adına burada bir işbirliği yapma söz konusu olabilir. Xarici nəşrlər yazır ki, Rusiya bu yolla strateji tərəfdaşını ölkədəki ixtişaşlardan qorumağa çalışır. Bunun həm də Qərbə qarşı mesaj olduğu bildirilir. Moskva Tehrana xarici dəstəyin toxunulmaz qaldığını göstərir. Analizlər onu göstərir ki, Kremlin dəstəyi hələ bir müddətdə davam edəcək. Ekspertlərin fikrincə, sözü gedən yük təyyarələrində həm qızılın, həm də hərbi materialların daşınması mümkündür. Rusiya anti-qərb blokunda tək qalmaq niyyətində deyil. Bu səbəbdən Moskvanın tərəfdaşını bu meydanda yalnız qoymayacağı proqnozlaşdırılır.